Siyasətlə maraqlanırsınızsa, bu videonu diqqətlə izləyin, çünki dünya tarixinin ən böyük enerji böhranı hələ indi başlayır. Amerika-İran müharibəsi bitsə belə artıq heç nə əvvəlki kimi olmayacaq, çünki ucuz neft və qaz dövrü bitdi deyə bilərik. Bəs nəyə görə? Birinci səbəb dağılan infrastrukturdur. İranın raket zərbələri Qətərin məşhur Ras Laffan zavodunun 17%-ni sıradan çıxarıb. Dağıdılan avadanlıqlar isə marketdə satılmır, xüsusi sifarişlə hazırlanır. Bərpa üçünsə günlər, aylar yox, ən azı 5 il vaxt lazımdır. İkinci və üçüncü səbəblər isə demək olar oxşardır. Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraqda indi milyardlarla dollar yeni quyular qazmağa yox, dağılanları bərpa etməyə xərclənəcək. Bu isə o deməkdir ki, bazarda neft qıtlığı hələ uzun müddət davam edəcək. Dördüncü səbəb isə maliyyə qıtlığıdır. Körfəz ölkələri artıq pullarını istehsalı artırmağa yox, bərpa işlərinə və yeni silahlara, xüsusilə hava hücumundan müdafiə sistemlərinə xərcləyəcək. İstehlakçılar isə bahalı yanacağın pulunu cibindən ödəməli olacaq. Beşinci və ən kritik problem strateji rezervlərdir. Qərb qiymətləri süni şəkildə saxlamaq üçün bazara 400 milyon barel neft ayırıb. Amma bu ehtiyatlar da sonsuz deyil. İndi ABŞ o boşalan anbarları doldurmaq məcburiyyətindədir. Bu isə neftin qiymətini daha da artıracaq. Və nəhayət, təhlükəsizlik faktoru. Yaxın Şərqin etibarlı enerji mənbəyi obrazı artıq məhv oldu. Sığorta və daşınma xərcləri kəskin artdı. Bütün bu hadisələr fonunda isə Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir ki, biz tarixin ən böyük enerji böhranına giyirik. Siz isə daha çox siyasi və iqtisadi məlumatlar əldə etmək üçün səhifəyə abunə olmağı və bu videonu dostlarınıza göndərməyi unutmayın.